Salam dəyərli izləyicilər, bugün sizinlə olimpiyada sualına baxırıq. Qeyd edir ki, üdumun həcminə əsasən tərtib olunmuş diaqramda rəqəmlə göstərilmiş ölkələr üçün müvafiq bəndləri seçin. Burada biz ümumi cədvələ baxsaq görərik ki, qeyri ölkələrindən Yaponiya, Fransa və Səudiyyə Ərəbistan yazılmayıb. Biz də uyğunlaşdırsaq, əlbəttə Yaponiyanı bura yazarıq, Fransa Böyük Britaniyanın altında olacaq və 3 də Səudiyyə Ərəbistan olacaq. Səudiyyə Ərəbistan və biz burada uyğunlaşdırsaq, büdcə gəlirlərinin 75%, ixracın 90% neft məhsullarının payına düşür. Bu əlbəttə Səudiyyə Ərəbistan olacaq. 3-ə yazıram A-nı. Geotermal energetika bunlardan əlbəttə Yaponiyada olacaq. Çünki aktiv vulkan olduğu, geyzerin olduğu ərazidə geotermal energetikanın inkişafı mümkündür. 1-ə yazıram B-ni. Dövlət dili Hind-Avropa dil ailəsinə daxil edilir. Bu Fransa olacaq. 2-yə C. Respublika idarəetmə formasına aiddir. Yaponiya və Səudiyyə Ərəbistan monarxiyadır. Fransa isə respublikadır. D-ni yazıram bura. Dünyada sənaye robotlarının istehsalı üzrə 2-ci, ixracı üzrə 1-ci yerdə durur. Əlbəttə bu Yaponiya olacaq. Yazıram bura E-ni. 1-ə B-E, 2-yə C-D, 3-ə A. Bizim cavabımız olacaq E variantı.